Part 2-yə xoş gəlmisiniz. Gəlin keçək həll üsullarına. Deməli, kvadrat tənlikləri bildik, çevrilmiş kvadrat tənlik bildik, amma həll üsullarını indi keçirik. Kvadrat tənliyin həll üsulları. Deməli, birinci üsulumuz nədir? Birinci üsulumuz vuruqlara ayırmadır. Deməli, çevrilmiş kvadrat tənliyi nə idi? Bu üsulu çevrilmiş kvadrat tənliyi ilə eləyəcəyik. A həddinə bölürük hamısını və belə yazın. Evet. Sonra belə çevrilmiş kvadrat tənliyi budur, belə olur. Və burada vuruqlara ayırma necədir? Əvvəlcə qayçı usulu. Qayçı usulunu kiçik siniflərdən də keçmişik. Amma əgər adamızda bilməyənlər varsa, M üzərinə gəlsin N bərabərdir B, M vurulsun N bərabərdir C. Deməli, bu qayçı usuludur bu hissə. Daha sonra keçirik vuruqlara ayırma üsuluna. Burada X üzərinə gəlsin M, X üstə gəlsin N yazırıq. Və bunu sıfıra bərabər edirik. Bu zaman x1 bərabər olur mənfi m-ə, gördüyünüz kimi. Çünki 0, 0. Hər iki tərəf 0 olduğu üçün burada 0-dır, burada. Əgər 0-dırsa, x mənfi m-dir, x2 də bərabərdir mənfi n-ə. İndi gəlin misallar üzərində sizə göstərim. Bu düstur elə burada qalsın. Siz də köçürdün. Misal üzərində elə kitabımızda olandan x kvadrat üzərinə gəlsin 6, x üzərinə gəlsin 8 bərabərdir 0. Deməli, hansısa n və n götürək. Bu, həm də seçmə üsulu kimi də bunu göstərə bilərik, yəni deyə bilərik. M üzərinə gəlsin n bərabər olur 6-ya, yazmışdıq burada b-yə. Daha sonra n vurulsun n də bərabər olur 8-ə. Yəni, burada da yazmışıq 8-ə. Səhəmsalım. Hansı ədədlər, bunu fikirləşirik ki, hansı ədədlərin cəmi 6, hasildə 8-ə bərabərdir və tapırıq ki, 2 ilə 4-dür. Daha sonra gəlirik bu hissəyə. Bu hissədə də x üzərinə gəlinsin 2, elə x-i yazırıq olduğu kimi. Çünki x-i tapmamız lazımdır. Burada da müsbətdir. Gördüyünüz kimi, hər ikisi müsbət olduğu üçün qabaqlarına müsbət yazacağıq. X üstə gəlsin 4 bərabərdir 0-a. Biraz yerə şöyle. Burada x1'i tapırıq ki, hər ikisi 0-dır. Burada da izah eləmişdim. x1 bərabərdir mənfi m-ə, m müsbət 2 idi. Ona görə x1 mənfi 2-yə bərabər olacaq. N də müsbət 4 idi. Ona görə x2 bərabər olacaq mənfi 4-ə. Deməli, mənfi 2 ilə mənfi 4. Bu şəkildə tapdıq. Məsələn, bir də sizə bir üsul öyrədim. Bu vuruqlara ayırma üsulundakı düsturumuzu, yəni MN necə eləyəcək, cəm hansı idi, fərq hansı idi, hasil hansı idi, hər şey qatdıq bir-birinə və unutduq deyək ki, bu düsturu unutsaq, o zaman nə edirik? Misallar üzərində bu izah edəcəm. X-in kvadratı çıxılsın 12x, üzərinə gəlsin 35, bərabərdir 0. Belə bir misal verilir və siz də unutmuşsunuz ki, qarda necə idi. Burada m üzərinə gəlsin n bərabər idi mənfi 12, n vurulsun n bərabərdir 35. Qarşıda çox üsul keçəcəksiniz və bunu unutmağınız normaldır. Yəni yaxşı öyrənməsəz unuda bilərsiniz. Zarafat edirəm əlbəttə ki, insani halda unuda bilərsiniz də, yəni normaldır. Bunu belə yazırıq, sonra parçalayırıq. Vuruqlara ayırmadan parçalanma çıxardırıq. X-in kvadratı çıxılsın 5x, çıxılsın 7x,
üzərinə gəlsin 35. Desəz ki, bunu hardan tapdıq? X kvadratını olduğu kimi yazmışam. Görürsünüz, heç nə dəyişmədim. 35 də olduğu kimi yazmışam. Sadəcə B əmsalında parçalanma üsulunu etdim. Parçalanma üsulunu ona görə etdim ki, müəyyən həddi mötərizə xaricinə çıxarda bilim. İndi görəcəksiniz və bunu misallar üzərində çox işlədikcə başa düşəcəksiniz nəyə nəzərdə tuturam. Biz belə çəkim. Bunu 12-ni də mənfi 12 idi. B əmsalı, B həddi və ona görə də mənfi 5, mənfi 7x-a ayırdım. 0-a bərabər. Sonra burada, baxın, burada çox rahat şəkildə x-i çıxarda bilirəm. Burada da 7-ni çıxarda bilirəm. Gəlin baxaq. X çıxılsın 5. Sonra çıxılsın 7-ni çıxardanda x çıxılsın 5. Aha, nə gördük? Mötərizə içləri eynidir. Deməli, bunları da ayrı bir şəkildə çıxarda bilərik. X çıxılsın 5, x çıxılsın 7. Bərabərdir 0. Aha, gəldik biyaxdan vuruqlara ayırma etdiyimizə və burada da vuruqlara ayıraraq yox, parçalararaq elədik də bu üsulu. Burada da bayaq dediyim kimi, əgər 0-dırsa, hər iki mötərizə 0-a bərabər olmalıdır. Ona görə x 5-ə bərabər olur. 5-dən 5 çıxanda 0 eləyir. Deməli, düz eləmişik. x1 bərabərdir 5-ə. x2 də bərabərdir 7-yə. 7-dən də 7 çıxanda 0 eləyir. 5 ilə 7 tapdıq. İndi deyirsiniz ki, indi gəlin bunu yoxlayaq görək, düzdürmü? Hər hansı üsulu sevirsinizsə, parçalamanı mı sevdiniz, vuruqlara ayırmanı mı sevdiniz? X də gətirir vuruqlara ayırmaya çıxardır. Hər ikisini eləyə bilərsiniz. Və burada x1-i 5 tapdım, x2-ni 7 tapdım. İndi gəlin vuruqlara ayırmanı həll edeyim. Görüm ki, düz eləmişəmmi? X kvadrat çıxılsın 12x, üstə gəlsin 35, bərabərdir 0. Bu idi misalımız. M üzərinə gəlsin, M bərabərdir mənfi 12, M vurulsun, M bərabərdir 35. Bunu bildik. Bu hər iki üsulda da var idi. İndi tapdıq ki, mənfi 7, mənfi 5-dir. Cəmləri mənfi 12-dir, hasilləri də 35-dir. Çünki mənfi ədədi mənfiyə vuranda müsbət eləyir. İndi vuruqlara ayırma ilə eləyək. X çıxılsın 7, yəni qruplaşdırma ilə eləyək. X çıxılsın 7, X çıxılsın 5. Gördüyünüz kimi. Burada oldu. Bir dəqiqə. Burada oldu. Bura 0-a bərabər olmalıdır. Burada 0-a. X1. Bura 0-a bərabərdir. Heç bu. İndi x-ləri tapıram. X1 bərabərdir 7-yə. X2 də bərabərdir 5-ə. Nə oldu? Aşağıda da eyni şey yazmışdı. Yəni, həm parçalama ilə, həm qruplaşdırma ilə bunu eləyə bilərsiniz. Vuruqları ayırmaqla eləyə bilərsiniz. Hər ikisində də eyni cavabı alacaqsınız. Yəni. İndi gəlin bu üsulu keçək. Yox, gəlin bir misal da izah edeyim. Orada da izah edeyim ki, siz dəqiq başa düşəsiniz. Məsələn, 3x kvadratı çıxılsın 14x, üstə gəlsin 15, bərabərdir 0-a. Burada 3x kvadratı, burada sadəcə çətin olan, biraz mürəkkəb olan odur ki, o qayda idi, bildiniz əzbərə düşüyorda. Amma orada bildiniz ki, cəmi mənfi 14-dür, hasilə 15-ə bərabər olacaq. Amma bir dəqiqə. Burada bir dəqiqə çevrilmişə gətirmək lazımdır. O gətirmək lazımdır. Onu gətirməliyik. Neysə də, burada 3x kvadratı biz indi unutduğumuz o sizə öyrətdiyim parçalamayla eləsək, 3x kvadrat çıxılsın 9x, 14-də ayırdım bir 9x-a, bir daha çıxılsın 5x-a, üstə də 15 gəlirəm, bərabərdir 0. Siz burada sadəcə onu düşünməlisiniz ki, 14-ü necə ayırım ki, həm 3-lə ortaq çıxarda bilim, həm də 15-lə ortaq çıxarda bilim. Burada indi siz gördünüz ki, mən elə ayırdım ki, ikisində də çıxarda bilirəm. 3x, x çıxılsın 3, çıxılsın 5, x çıxılsın 3. Aha, gördüm ki, yenə də düz həll eləmişəm. Buradan da aydın olur, çünki mötərizə daxilləri eynidir. X çıxılsın 3, 3x çıxılsın 5,
bərabərdir 0-a. Burada da x1-i 3 əldə edirik, çünki 0 olmalıdır. x2-ni də 5 bölünsün 3 edirik, çünki 5 eləyir. 5-də 3-ə bölmək lazımdır. Belə. Bu sol bitdi. Diğer tərəfdə silim. Bir dəqiqə. Bu tərəfdə temiz. Bu tərəfdə yazım. Deməli, keçirik ikinci üsula. İkinci üsulda istəyirəm elə birinci misaldan başlayaq. Misal tapmışsam. Burada qəşəng misal var. Deməli, ikinci üsul nə üsuludur? Tam kvadrata ayırma. Elə kvadrat yazdım, qısa yazdım. Deməli, misalımız budur. Misal 1. Misallar üzərində elə izah edəcəm. Başa düşəcəksiniz. X kvadratı üzərinə gəlsin 2x çıxılsın 3. Deməli, burada nə edirik? X kvadratı üzərinə gəlsin 2x, üzərinə gəlsin 1, çıxılsın 1, çıxılsın 3. Bərabərdir 0. İndi mən nə elədim? Gördüyünüz kimi, burada biraz x-i yuxarıdan yazım. Gördüyünüz kimi, burada mən misalda əslində belə baxanda heç bir dəyişiklik etmədim. Gördüyünüz kimi, burada belə birlər ixtisar gedər, belə baxanda. Yenə də bu cavab alınır. Ona görə mən hiss edilməyəcək dəyişikliklər elədim. Belə deyim sizə, müsbət 1 əlavə etdim və sonra misal pozularaq bir əlavə eləmişəm artıq, eyni misal deyil. Ona görə də eyni misala təzədən qayıtması üçün mənfi 1 də yazdım. Müsbət 1 üzərinə çıxılsın mənfi 1. Yəni çıxılsın 1. Buradan da alırıq nəyi? Elə mən ədəd əlavə edib çıxdım ki, burada artıq, görürsünüz, bu nədir? Nəyin düsturudur? Müxtəsər vurma düsturlarını biliriksə, bunun x üzərinə gəlsin. 1-in kvadratı olduğunu bilərik. Bura belə. Bəs bu tərəf necə oldu? Çıxılsın 1, çıxılsın 3. Bəzi uşaqlar burada çaşırlar ki, bunu köçürdürlər, bərabər eləyirlər 0-a. Amma qəti şəkildə belə şey etmək olmaz. Burada mənfi 1, bir də mənfi 3-üm qalıb. Baxı, onu da çıxıram, bərabərdir 0-a. Həmişə 0-a bərabər eləyirdik. İndi də normal tənliyi həll eləyirəm. Bərabər 4-ə yazıram. Nəyin kvadratı 4-ə bərabərdir? 2-nin. X üstə gəlsin 1, bərabərdir müsbət mənfi 2. Ona görə bizdə 2 dənə tənliyin, yəni x1, x2 alınacaq. Çünki müsbət də var, mənfi də var. Həm müsbət ədədin kvadratı müsbət verir, həm də mənfi ədədin kvadratı müsbət verir. Ona görə də bundan belə yazım. Buradan da x1 bərabər olur 1-ə, müsbət 2 olanda. İndi mənfi 2 ilə yoxlasaq, x2 də bərabər olur mənfi 3-ə. Bu da belə getdi. İndi biz 2 dənə üsul öyrəndik. Bir tam kvadrata ayırma, bir də parçalama və ya vuruqlara ayırma. İnsan rahatsa birinci üsul yəni. Hər iki üsulu öyrəndik. Tam kvadrata ayırma, vuruqlara ayırma. İndi gəlin bu bir misal seçək və bunu hər ikisindən tətbiq edək. Misalım budur. Normal. Qəşəng kitabdan seçdim. Misal. Burada tam kvadrat yazdım. Bir də vuruqlara ayırma. Vuruqlara ayırmasını başa düşərsiniz. Tam kvadrata ayırma başlayaq. Bu ikinci üsulumuzdur. Bu birinci üsulumuzdur. İkinci üsulda necə öyrəndik? Hansı həddi əlavə edib həm də çıxmaqla. Misalda görürsün. Aha. Həm misal görünür, həm də misalı həll edirəm. X-in kvadratı çıxılsın 4x. İndi biz fikirləşirik ki, mən 45-i nə əlavə edib çıxsam, burada kvadrat alınır. Deməli, burada düstur necə idi? Müxtəsərlə
A üzərinə gəlsin B-nin kvadratı. Lap asan üsul öyrədəcəm sizə. A-nın kvadratı üstə 2AB üzərinə gəlsin B-nin kvadratı. Burada biz görürük ki, A kvadratı var. Deməli, A x-ə bərabərdir. A-nın yerinə x-i qoydum. Amma məndə burada 2AB, yəni düsturda 2AB 4x-ə bərabərdir də, düzdür. Nəsə əlavə edib çıxacam, amma mən nəyə əlavə edib çıxacağım belə tapıram. Burada A x-ə bərabərdir, 4x-də amma məndə. Deməli, 2B-də A x-ə bərabərdirsə, x-lər getdi. 2B-də məndə 4-ə bərabərdir. Deməli, B-də bərabərdir 2-yə. Deməli, burada toplamam lazım olan şey, yəni toplamam lazım olan hədd, belə deyim, ədəd, rəqəm burada 4-dür. Və biz indi burada axı misal dəyişir. Ona görə 4 bir də çıxmalıyıq. 45-in isə belə əhəmiyyəti yoxdur, yazdım. Əsas görməli olduğumuz iş buraydı. Amma artıq əlbəttə ki, misalın həllinə doğru, sonuna doğru burada önəmli yer alır. X kvadratı çıxılsın 4, x üstə gəlsin 4, çıxılsın 4, çıxılsın 45 bərabərdir 0-a. İndi bunda yazaq da, bəs bu nə idi? Niyə bu 4 üstə gəlib əlavə elədik, çıxdıq ki? Bu almaq üçün x çıxılsın, x çıxılsın 2 kvadratı və çıxılsın 4, çıxılsın 45, çıxılsın 49, yəni mənfi 49 bərabərdir 0-a. Buradan da əldə edirik ki, x çıxılsın 2-nin kvadratı bərabərdir müsbət 9-a, 49-a. Çünki keçirdik o tərəfə. X çıxılsın 2 bərabərdir 7, çünki kök altında 49 bərabərdir 7. Yəni 7-nin 49 nəyin kvadratıdır 7-nin? Plus minus 7 əlbəttə ki, ona görə bizim 2 kökümüz alınacaq. X1 bərabərdir 9, x2 də bərabərdir mənfi 5. Biz buna tənliyimizi həll elədik, 9 ilə mənfi 5 aldıq. Amma indi gəlin vuruqları ayırma ilə eləyək. Mən elə düşünürəm ki, tam kvadrata ayırma həm biraz vaxt aparan, həm də biraz uzundur. Vaxtı falan uzundur. Vuruqları ayırma isə qısa və konkret bir şəkildə sadəcə bir şey yadda saxlamaq lazımdır. M üzərinə gəlsin, n bərabərdir mənfi 4, n vurulsun, n bərabərdir, misalda da görürsünüz, mənfi 45. Deməli, bu hansı ədədlərdir? Mənfi 9 ilə 5. Qəti şəkildə gedib x1 mənfi 9-da, x2 də 5-dir yazmırsınız. Qəti. Vuruqları ayırmada, çünki biz eləməli olduğumuz şey sadəcə bunu tapıb getmək deyil. Bu m-lə n-dir. Bizə isə x1-lə x2 lazımdır. x1-lə x2-də necə tapırıq? X çıxılsın 9, eyni şeyləri m-lə n-i yazırıq. X üstə gəlsin 5, bərabərdir 0. Burada da indi x1-lə x2-ni tapırıq. x1 bərabərdir 9, x2 bərabərdir mənfi 5-ə. Deməli, aldığımız kimi elə bayaq nə almışdıqsa, eyni cavabı aldıq. Deməli, hər iki üsuldan da etmək olar. Hər iki üsulda güvənilir də həmişə düz alınacaq. Belə part 3-də görüşərik.